Tələbələrin qurtarıcı dönər. Bu harda ortaya çıxıb? Təbii ki, Osmanlıda ortaya çıxıb. Adına baxaq, dönmək feilindən gəlir. 17, 18, 19-cu əsrlərdə Osmanlıda olduğu bəllidir, amma vertikal formada, yəni düz formada hazırlanması 19-cu əsrdə baş verir və İskəndər adına biri hazırlayıb deyə məşhur o İskəndər dönəri yersizi ondan gəlir. Bu sonra bu dönər artıq Osmanlı İmperiyası daxilindəki digər xalqlara da sirayət eləməyə başlayır. Məsələn, Yunanlara. Yunanlar ona gyros deyir, səhv eləmirəmsə, elə Yunanca mənası dönmək deməkdir. Bir tərəfdən isə ərəblərə təsir eləyir, Livan mətbəxinə. Onlar da ona şaurma deyirlər. Şaurma sözü də çevirmək sözündən gəlir türk dilində. Yəni onlar belə dönəri götürürlər, türk tərzinə hazırlayırlar, amma öz mətbəxlərinə salırlar bunu. Daha sonra həminki o ərəblər kasıbçılıqdan miqrasiya eləyirlər başqa ölkələrə. Beləliklə bu dönərin çeşidli versiyaları formalaşır. Daha sonra isə türklər 1950-60-cı illərdə Almaniyaya və Avropaya üsləri başlayır. Həminki o dövrdə də dönəri Avropada tanıdırlar və beləcə türklərin ən məşhur yeməyi Avropada da və Amerikada da tanınmağa başlayır ki, Kanadaya qədər gedib uzanır. Azərbaycanda nə vaxt məşhur olub? Bununla bağlı bir şey tapmadım düzü, amma ən yaşlı hər kəs söyləyir ki, Azərbaycanda məşhur olması 90-cı illərdir. Yəni Sovet İmperiyası məhv olandan sonra, Azərbaycan azadlığa çıxandan sonra həminki o dövrlərdə artıq Türkiyədən dönər Azərbaycanda gəlir və bizə də məşhur olur. Çünki nə də olsa ağız dadımız çox bənzəyir. Bizim dilimizdədir. Nəysə, qutaraq kitabı başlayıb yeməyə.